Yüzlərlə xanım hal-hazırda Sibirdə. Ay, yüzlərlə xanım nəyə gəlib o Sibirizə? Baxın ha millət, baxın. Öyle hansı kanalda ha? Məni Almaniyada döyüb, 6 nəfərlə vurub, döyüb, 16 saat sonra yayınlayan Xalq kanalıdır ha. Birbaşa Əlin Ağayevin kanalı. Birbaşa. Mən döymüsən. Necə sən 16 saat sonra Azərbaycandan yayınlaya bilərsən? Döyüblər sırası. Uçublar. Deyələmir. Ana bax. Yüzlərlə yarı çırpaq qadını nəyə töküblər ora? Çıxır Sibirdə. Hal-hazırda buradakı görüntülər məni belə şoka salıb, o ki qaldı sizi. Bu da kimdir? Bu adam da nə rolunu oynayır? Paparoza rolunu oynayır. Açılmamağına baxmayaraq, yüzlərlə xanım Bax, hələ deyir, amağına bura açılmamağına baxmayaraq. Yüzlərlə xanım Sibirizə gəlibdir. Bax, hamısından reklam eləyir ha, fikir ver ha. Necə o zərəblər gəlsin, şakıldatsın. Onlar eləyəcək, İlhama pul qazanacaq. Baxın, həbə açılmayacaq yüzlərlə qadın nəyə gəlib? Həbə orada bir dənə kişi yoxdursa, kişi xaylağı, yüzlərlə yarı çırpaq qadını niyə göstərirsiniz? Mən deyəndə İlham Əliyev pezəvəncdir. Pezəvənc İlham Əliyevdir. Mamaroza Mehriban Əliyevadır. Siz mənə şək eləyirsiniz. Allah bu da baxın. Buradan isti-isti sizlərə görüntülər təqdim edəcəyik. Amma araşdıraq görək bu qədər yüzlərlə xanım eyni anda, eyni saatda bu Sibirizə nəyə görə axın edir? Yəni yaş yüzlərlə xanım eyni anda, eyni bunu bir təşkilatlandırıb gətirməsələr, bunlar necə gələ bilər? Ancaq İlham Əliyev, ancaq o nədir o Cefriyə qız uşaq daşıyan Emin Ağalarov, bunlar hamısını birbaşa siyahlaşdırıb, birbaşa texnika ilə gətirib ora tökməyiblərmi? İsti-isti görüntülər qaçırtmırsınız, Ekspres xəbərləri izləyirsiniz. Hə yaxşı. Nə qədər etibar yaradıb ki, bu qədər xanım hal-hazırda burada sərvət. Burada duxlar qoyublar ki, duxları da reklam edirlər. Yəni dux adınla gətiriblər də. Öyle hamısı da baxın, belə reklam edirlər. Bax, hamısı belə, hamısı belə, baxın, hamısı belə, hamısı. Biz səslərini kəsin bax. Deyirlər, adam utanır. Baxanda mən utanıram, bilmirəm siz. Buna bax, ayda. Oy, duxlar, adam utanır. Allah biabır eləsin. Buna bax, hamısı baldırlarına baxın. Boy, baxın. Allah biabır eləsin sizi. Boynunuzu yerə soxun. İlham Əliyev, tüm sənin kişi boyunu yerə soxun. Uğraşsan sən. Bu da firma rəhbərləridir. Buna bax. Allah. Pezəvənc İlham, pezəvənc. Erdoğanla İlham Əliyevin arası möhkəm dəyibdir. Vəziyyət çox pisdir. Birbaşa. Erdoğan İlham Əliyevin rədd olmasını istəyir. Necə ki son zamanlarda böyük Yahudi lojaları, Yahudi lobby təşkilatları artıq İlhamı lazım olan özünü doğrultmadı deyə istəmirlər. Hətta yuxarılarda olan arasında söz gedir ki, adamımızı dəyişməliyik. Və deyələmədən İlham Əliyev kralın yanına Elçin Quliyev göndərir, at yarışı, it yarışı. Krala da məktublar yazıldı. Krala xəbərdarlıq məktubları yazıldı ki, bunlardan aralı dur. Bunlar təhlükəli bombadır. Və deyələmədələrim, bunu deməyim kim yazdı, necə yazdı, nələr oldu, nələr, bunu deməyim. Amma deyələmədən böyük bir hərəkət başladıldı. Dostlar, ən gözəl hal nədir? Mən hər zaman nə dedim? Mən hər zaman bu efirdə dedim. Axırıncı təpiyi Erdoğan vuracaq. Demişəm ya deməmişəm. Hər zaman demişəm. Hər zaman onu demişəm ki, Erdoğan Türkiyə elə bir güclüdür ki, hansı tərəfdə olsa o tərəf qalib gələcək. Hansı tərəfdə olsa o tərəf qalib gələcək. Artıq Türkiyənin tarixi fürsəti yarandı. Artıq Avropa Birliyinə Türkiyənin qoşulması üçün tarixi fürsət yarandı və bunu Almaniya açıqladı. Artıq Almaniyanın əvvəl bilirsiniz Friedrich Merz kansler getmişdi, indi də Xarici İşlər Naziri Türkiyədədir ya da səfərə gedir, bəlkə də oradadır. Artıq Türkiyənin çox təcili və tez bir zamanda Avropa Birliyinə üzv olmasına razılıq verildi. Artıq bu açıqlama Almaniya tərəfindən edildi. Dəyərli vətənlərim, Türkiyənin gücü çox böyükdür. Türkiyə hələ orada Kırım məsələsi varsa bəs eləyir. Burada çox şey deyə bilmirəm, demək də istəmirəm, amma bu çox yaxşı bir haldır ki, Erdoğan İlham Əliyevin qələmini qırıbdır, barışmaz mövqeydədir. Və dostlar, Türkiyənin Avropa Birliyinə üzv olması çox yaxşı hal olacaq, inşallah.